Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Amma ba'd. Həmid Allah, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ona həmd edir, ondan kömək və bağışlama dilərik. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. Və Muhammed sallallahu aleyhi və aleyhi və səlləm onun qulu və elçisidir. Ey Allahın qulları, ey hörmətli qardaşlarım, ey hörmətli qardaşlar və bacılar. Bugün biz müqəddəs torpaqlardan ayrılırıq artıq. Yəni artıq buradan biz ayrılırıq. Ayrılma ərəfəsindəyik. Bir az əvvəl Beytullahı vədə təvafı ilə dövrə vurdu. Bu təvaf bir nədir? Bu bir yəni aləmətdir. Nəyin? Yəni həccin tamamlanmağının və həmçinin də ki, zəvvarların, müsəlmanların daha çox elə bil ki, ən axırıncı əməli o olmasıdır. Nəyə görə ki, ən axırıncı amil o olsun. Sənin qəlbin daha çox elə bil ki, ona bağlansın. Bu da həccin bitməsinə dəlalət edir. Bununla artıq biz həcci tamamlamış oluruq Allahın izni ilə. Biz Məkkədən ayrılırıq. Artıq ayrılırıq Məkkədən. Lakin Rəbbimizdən ayrılmırıq. Kəbədən uzaqlaşırıq. Lakin ona yönəlməkdən uzaqlaşmırıq. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur. İnsanların son əməli beyti tavaf etmək olsun. Buxari və Muslim rəvayət edir. Bu səbəbdən də vədə tavafı həccimizin son amilidir, əməlidir. Onu yerinə yetirdik. Allaha sonsuz sayədə şükürlər olsun. Bu Allahın evinə ehtiramın və qəlbin ona bağlı qalmasının nişanələrindəndir. Ey qardaşlarım, bugün hər birimiz özümüzdən soruşmalıyıq. Həcc bizə nəyi dəyişdi və yaxud da həcc bizdə nəyi dəyişdi? Əgər qəlbimiz yumuşalıbsa, əgər gözlərimiz Allah qorxusundan yaşarıbsa, əgər namaza və Qurana bağlanmışıqsa və yaxud da bağlantımız artıbsa, bu həccin bərəkətindəndir. Allah subhanahu wa ta'ala buyurur Əl-Hücrət surəsinin 13-cü ayəsində: həqiqətən ən üstün olanınız Allahdan ən çox qorxanınızdır. Həccin məqsədi yalnız müəyyən əməlləri yerinə yetirmək deyil, təqvanı artırmaqdır. İnsanın yəni təqvanı artırmasıdır. Ey Allahın qulları, biz Ərafada dayandıq. Allahın qarşısında acizliyimizi etiraf etdik. Müzdəlifədə gecələdik. Minada şeytanı daşladıq, qurban kəsdik, tavaf etdik. Səfa ilə Mərva arasında səy etdik. Bütün bunlar bizə nəyi öyrədir? Və yaxud da bütün bunlar bizə nəyi öyrətdi? Nə öyrətdi? Öyrətdi ki, müsəlmanın həyatı təslimiyatdan ibarətdir. Yəni, müsəlmanın həyatı yalnız təslimiyatdır. İndi isə həqiqi imtihan başlayır. Hasan idi. Harada idik? Məkkədə idik, Kəbədə idik. Məscidlər, azanlar, ibadət, 5 vaxt namaz, gedirdin, gəlirdin. İndi isə həqiqi imtihan indi başlayır, düyündən sonra. Məkkədə salih olmaq asandır. Nə var ki? Lakin vətənə qayıdandan sonra istiqamət üzərində qalmaq daha böyük müvəffəqiyyətə ehtiyac var. Ən böyük imtihan indidən sonra başlayır. Sələflər deyərlərdi, salih əməlin qəbul olmasının əlaməti ondan sonra başqa bir salih əmələ müvəffəq olmaqdır. Əgər insan dəyişirsə,
daha salih olursa və salihliyə meyllənirsə o halda onun o salih əməlinin qəbul olmasının əlamətidir. Ey qardaşlarım, Məkkədən özümüzlə nələr aparırıq? Məkkədən məqsəd o deyil, çoxlu suvenirlər aparmaq, çoxlu suvenir hədiyyə almaq. Bu deyil. Məkkədən təqva aparmalıyıq. Ən qiymətli hədiyyə nədir? Yəni, ən böyük burada apardığımız biz üçün təmizlənmiş qəlbdir. Təmizlənmiş qəlb, bağışlanmış günahlar və yerləşmiş və yaxud da yenilməmiş tövhid. Yəni, tövhid əhdi olmalıdır. Əlbəttə ki, bunu kim əldə edibsə, qəlbi yumuşalıbsa və özündə hiss edirsə dəyişiklər və irəliləyişlər və bunu da çalışarsa ki, bunun üzərində qorunmağa, bundan sonra da Allah Subhanahu Taala'nın izni ilə bu onun əlamətləridir ki, bu insana həccin təsiri olması və həmçində həccinin qəbul olunmasının. Allah Subhanahu Taala Əl-Bəqərə surəsinin 197-ci ayəsində buyurur: Təqva azuqəsi götürün. Həqiqətən ən xeyirli azuqə təqvadır. Budur. Görürsən, insanlar cəhd atır, onu alım, bunu alım, onu eləyim, bunu eləyim. Düzdür, gözəldir, əlhəmdülillah, gözləyirlər, qonaqlar gələcək, qonaq gedəcəksən, amma məqsəd bu deyil. Onu hər yerdən almaq olar. Əsas odur ki, buradan dəyişib qayıtmaq. Əsas odur ki, təqvalı qayıtmaq. Təqva nədir? Allah qorxusu ilə. Günahlara dönməmək. İnsan özü bilir özündə olan günahları. Nələrə tövbə eləyibsə onlarda möhkəm olması və onlara bir daha qayıtmaması. Və mən də Allah Subhanahu Taala'dan diləyərək deyirəm, ey Rəbbimiz, səndən istəyirik ki, həccimizi məbrur edəsən, səyimizi məşkur, günahlarımızı bağışlanmış et, bizləri bu müqəddəs torpaqlardan imanımızın artmış halda geri qaytar. Qəlbimizi dində sabit et. Bizə salih əməllərdə davamlı olmağa nəsib et. Və həmçində Allahım, bizə yenidən Beytullah ziyarət etməyə nəsib et. Bizləri dünya və axirət işlərində xeyrə müvəffəq elə. Və Allah Subhanahu Taala'dan diləyirəm ki, bizləri öz dinində sabit eləsin. Allahın salamı və salavatı Peyğəmbərin Muhammed sallallahu əleyhi və səlləm olsun və onun ailəsinin üzərinə. Aqulu qawli hada və estəğfirullaha li və lakum və estəğfiruhu innehu huvəl ğafurur rahim.